İnsan oturub orada belə borcu, sən mənlə danışırsan, heç kimsə səni qabağında elə belə uşaq oturmur. Müğənni Manaf Ağayev və meyxanaçı Akşin Fatih arasında qalmaqal daha da qızışıb. Infoplus TV Milli Azə istinadən xəbər verir ki, Manaf Ağayev söz qulluğunu pozub, verilişlərin birində qonaq olan müğənni meyxanaçını hədələyib. Sözü gedən görüntüləri sizə təqdim edirik. Əslində Akşinlə işim yox idi. Akşin indi bu danışığından sonra məndən xahiş elədi ki, mənim xətirimə də. Akşini özün xahiş elədin də, çünki mənim səndən işim olsaydı, həmən günün, həmən dəqiqə olardı. Çünki mənə başa salırlar ki, onun günahı yoxdur. Biz demişik, zəng eləyib, əlim qolum qurudu ki, evi yoxdur, indi olmadı. Amma indi sən böyük-böyük danışırsan ki, bir dost kimi mən dedim bir maraqlanım. Amma sən onu bilginən ki, mənim dostlarım da maraqlanırlar. Əgər bilməksənsə, o dost qədri bilirsənsə, mən hamının qabağını almışam ki, bu şodur, o elə oğlandır, mənim xətrimi istəyən adamdır, qruplar, qoşublar. Sən biləsən ki, sənə görə milyonlarına zəng gəlib ki, o kimdir? Qaldı da ki, deyirsən ki, adama ruh verərlər. Sən nə bilirsən ki, muğamla, elə bir Manaf meyxanaya qarışıb da, sən nə bilirsən ki, muğam nədir, sən ona izah verirsən ki, buna. Bəs mən ona deyirsən, oxuyar, niyə oxumur? Bəs sən bilirsən o böyük sənətkərlər mənə deyəcək ki, ayıb olsun sən. Sən deyirsən, oxuyacaq. İndi mən sənə deyirəm ki, o Şahnazı oxusa, mən gedəcəm sənətdən. Oxusa, oxuya bilməsə, söz ver yenə ki, sən deməyəsən, meyxana çıxıb gedərsə. Onda bilərsən sözü kim düz deyir. Mən bilmədiyim şeyi danışmıram. Nəfəsi məndən çox istəyən yoxdur. Mən onu çox istəyirəm, yaxşı da oxuyandır. Söhbət Xan əmidən gedir. Şahnazdan gedir. Onda oxusa deyəcəm ki, Şahnaz 2 nəfər oxuyur. Biri Xan əmidir, bir də nəfəsdir. Ayıbdır dedi. Məcbur edirsən. Mən görsəm bu temaya gəlmirdim. Hamıya da xahiş edirdim ki, insan oturub orada belə borcu, sən mənlə danışırsan. Heç kimsə səni qabağında elə belə uşaq oturmur. 62 yaşım var mənim. Sənin başın üçün deyil, sən mənə səhv tutasan.